Bu hal nə zaman patoloji haldır, nə zaman deyil. Ümumiyyətlə, lenfadenopatiya valideynləri çox narahat edən problemlərdən biridir. Çünki uşağı qucaqlayarkən, öpərkən, yaxınlıq edərkən əllərinə gələn lenf düyünlərinin patolojik olduğunu və hər hansısa bir bədxassəli xərçəngin əlamətləri olduğunu düşünürlər. Lakin bu patoloji səbəblərdən yaranmır. Lenf düyünləri viral və yaxud da ki, bakterial infeksiya fonunda da böyümüş ola bilər. Bunları bir-birindən necə fərqləndiririk? Əziz analar, əgər lenf düyününü əllədiyiniz zaman lenf düyünü yumuşaqdırsa, hərəkətlidirsə və üzərindən bastığınız zaman övladınız ağrıdan şikayət edirsə, bu reaktiv dediyimiz, yəni infeksiya fonunda böyümüş lenf düyünü deməkdir. Bunların əksinə, əllədiyiniz zaman lenf düyünü hərəkətsizdirsə, yumuşaq konsistensiyada deyil, bərkdirsə, ətraf toxumalara möhkəm yapışmışdırsa və üzərindən basdıqda heç bir ağrıdan övladınız şikayət etmirsə, bu zaman həyəcan təbili çalıb həkimə müraciət etməlisiniz. Bundan başqa, bu lenf düyünləri gözlə görünən hissələrdən əlavə qoltuq altında, qasıq nahiyəsində və digər yerlərdə də əlinizə gəlirsə, bu zaman həkimə müraciət etməyi gecikdirməyin.